Aziz dostlar, dediğim gibi bugün artık yeni yılın ilk günüdür. Yeni yılın başlangıcındayız. Birinci gündür yeni yılın. Değerli dostlar, indi ise müraciətim Aləmzər Sadıq qızınadır. Onun yaradıcılığına müraciət eləmişəm bu günləri indi. Deyirəm, Aləmzər xanım bizim değerli dostlarımızdandır, çok vacib dostlarımızdandır. Özünə məxsus xarakteri ilə, özünə məxsus yaradıcılığı ilə demək, istəsək də, istəməsək də evlərimizə uçub gələn bir qağayıdır deyim, bir göyərçindir deyim Aləmzər xanımın yaradıcılığı. Aləmzər xanım bir başqa aləmdir, adı kimi, özü kimi bir aləmdir. Demək, onun mənə bir kitab çatdırıb, kitabın adı da belədir, Ürəyimin daman yeri. Aləmzər xanım, imkan verməyin ürəyiniz damsın. Ürəyinizi koruyun, saxlayın ki, bu yaradıcı mühiti həmişə bizim üçün yaradasınız. Yazıb yaradasınız ki, biz də sizin o yaradıcılığınızdan, bu gözəl yaradıcılığınızdan qidalanaq. Sizin yaradıcılığınız, sizin sağlamlığınız bizim için çok vacibdir. Aləmzər xanım, istəyirəm deyim ki, yaxın zamanlarda sağlamlığı ilə bağlı çox ağrılı, acılı günlər keçirdi. O günlər geçsin, bir daha qayıtmasın. İndi zaman özünə qayıdır, özünə gəlir. İnşallah düşünürəm ki, bu yeni ildə bir daha xəstələnməyəcək, bir daha o ağrı acını yaşamayacaq. Ben buna inanıram, əminəm və bu yaradıcılığı, gözəl yaradıcılığını davam edəcək. Həmişə bizə öz yeni nümunələri ilə, poeziya nümunələri ilə, öz sürprizləri ilə qonaq gələcək. Değerli dostlar, değerli tamaşaçılar. Aləmzər xanım, özünüzü koruyun. Ben sizə sağlamlıq arzulayıram, can sağlığı arzulayıram. Və eyni zamanda bizi müntəzəm izləyən tamaşaçılarımıza, dostlarımıza can sağlığı arzulayıram, uğurlar arzulayıram ve deyirəm ki, değerli dostlar, arzularınıza qovuşasınız, sizi görün. Arzularınız, heç bir arzularınız ürəyinizdə qalmasın. Müntəzəm, zaman arzularınıza qovuşasınız. Bir daha hatırladım ki, bu il at ilidir. At ise murad deməkdir, arzu deməkdir. Allah sizi arzularınıza kavuştursun değerli dostlar. Daha neylesen de alabilmezsen, daha neylesen de alabilmezsen, bu kızın kırılan, sınan könlünü. İllərdir qəm yeyən bənövşə ruhu, çilik oldu ilin son günü. Onu daşımağa gücün yetmezdi. Onu daşımağa gücün yetmezdi. Onun öz dünyası, öz alemi var. Onun gözlerine dolan həsrəti ne yaz yuya bilər, ne de ki bahar. Qəlbinə dəyəri biçə bilmədi, görmədi kimsənin neçə üzünü. Könlündən pay biçdi ürəksizlərə, hər əyri ürəyin gördü düzünü. Onu görmək üçün mələk olasan, onu görmək üçün mələk olasan, ömrün hər qatına qanat vurasan, enəsən könlünün dərinliyində, orada sevgi üçün yuva qurasan. Allah'tan özgəsi tanıya bilməz, Allah'tan özgəsi tanıya bilməz aləmin bu küskün yara könlünü. Xan çoban gəlincə sellər aparar onun bu dumduru sara könlünü. Allah'tan özgəsi tanıya bilməz aləmin bu küskün
yara köllünü. Xan çoban gəlincə sellər aparar, onun bu dumduru Sara köllünü. Xan çoban gəlincə sellər aparar, onun bu dumduru Sara köllünü.